Azərbaycan Respublikasından İraqın Kərbəla şəhərinə Ərbəyin ziyarətinə gedən zəvvarlara Marniyuli mərkəzi Həzrəti İmam Əli məscidi günlərdir ev sahibliyi edir. İyulun 20-sindən etibarən İmam Hüseynin Ərbəyin 40 mərasiminə yola çıxan azərbaycanlı zəvvarlar Marniyuli mərkəzi məscidində ən azı 2 gün dincəlir, ehtiyaclarını qarşılayır və daha sonra yollarına davam edirlər. İyulun 20-sindən etibarən məscidə gələn müxtəlif zəvvar qruplarının bütün zəruri ehtiyacları məscid tərəfindən qarşılanır. Zəvvarların qalması üçün yer ayrılır, gündə 3 dəfə yeməklə təmin olunur, limitsiz çay və su verilir, eləcə də digər zəruri ehtiyacları qarşılanır. Marniyuli İmam Əli məscidinin axundu İmam Cümə Hacı Hacıyev bildirib ki, indiyədək 500-ə yaxın zəvvarı qonaq ediblər və bu artıq bir növ ənənəyə çevrilib. Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə hər il olduğu kimi ənənəvi olaraq bu ildə Azərbaycandan gələn İmam Hüseyin əleyhissalamın zəvvarlarını İmam Əli əleyhissalamın mərkəzi məscidi qarşıladı və onların hər bir təminatlarını yola saldı və təqribən bugünə qədər Azərbaycan Respublikasından İmam Əli əleyhissalam məscidinə üz gətirən qonaqların sayı 500 nəfərdən çox olmuşdur. Allah hər kəsin ziyarətini ali dərəcədə qəbul eləsin. Azərbaycanlı zəvvarlar isə Marniyuli mərkəzi İmam Əli məscidində səmimi qarşılandıqlarını, bütün ehtiyaclarının təmin edildiyini bildirərək məscid rəhbərliyinə və yerli əhaliyə təşəkkürlərini çatdırıblar. Hal-hazırda biz 2 gecədir buradayıq. Yüksək səviyyədə qarşılanma, xidmət, məscidin imamı, hacıdan Allah razı olsun və burada yaşayan Azərbaycan həmvətənlərimizdən, həmyerlərimizdən Allah razı olsun və bu cür şəraiti İmam Hüseyin əleyhissalamın zəvvarları üçün təşkil edirlər, qurublar, xidmət göstərirlər və biz bu xidmətdən çox razıyıq, razı da qaldıq. Yüksək səviyyədə Allah onları qorusun. Azərbaycan ölkəsindən İmam Hüseyin zəvvarları Gürcistan ölkəsində bizlərə çox gözəl xidmət olundu. İmam Hüseyin ehsanıdır, Allah qəbul eləsin. Bu ölkəyə də, cəm ölkələrə də Allah can salamatlığı versin, Allah qorusun hər birimizi. İmam Hüseyin buranın xalqının hamına kömək olsun. Allah onların ciblərin daimi bərəkətli, canlarını sağlam eləsin. Allah daima nəzərin onların üstündən əski eləməsin. Çox gözəl şəkildə ehsanatlar oldu, çox gözəl bizlərə xidmət olundu. İmam Hüseyin zəvvarlarına xidmət olundu. Qeyd edək ki, Marniyuli mərkəzi məscidi ilə yanaşı digər bir sıra məscidlər də Azərbaycanlı zəvvarlara ev sahibliyi edib.